Salam uşaqlar, xoş gördük. Növbəti bir dərsin izahatı ilə sizin qarşınızdayım. Bu dəfə biz ibtidai heyvanlar haqqında, bircə heyvanlar yarım aləmi haqqında ətraflı məlumat əldə edəcəyik uşaqlar. İlkin olaraq qeyd edək, ümumiyyətlə bilirik ki, hər birimiz heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır və zoo sözünün mənası uşaqlar zoo heyvan, logo isə elm deməkdir. Bunu hər birimiz bilirik uşaqlar. Və zoologiya ümumiyyətlə heyvanların quruluşu, müxtəlifliyi, davranışı, çoxalması, inkişafını, mənşəyini, yayılmasını, təbiətdə və insan həyatında əhəmiyyətini öyrənir uşaqlar. Və uşaqlar, ümumiyyətlə heyvanlar aləminin ilk olaraq gəlin təsnifatına baxaq. Heyvanların ümumiyyətlə təsnifatı, müxtəliflik, ümumiyyətlə təsnifat nədir uşaqlar? Bilirsiniz ki, təsnifat sistemləşdirməkdir. Və heyvanların müxtəlifliyini də biz sistematika elmi öyrənir. Bitki sistematikası da var, heyvan sistematikası da ayrıca uşaqlar. Və biz bilirik ki, ümumiyyətlə hal-hazırda 20 tipdə heyvanlar aləmi birləşir və 2 milyondan çox növ müxtəlifliyinə malikdir. Və bu sistematika bilirik ki, uşaqlar, sistematik vahidlər heyvanlar aləmində və bitkilər aləmində həm oxşar, həm fərqli sistematik vahidlər var uşaqlar. İlkin olaraq gəlir növ. Növ bilirik ki, 2 qat uşaqlar latın adlarıyla adlandırılır. Məsələn, ev iti misalında bunu görə bilərik uşaqlar. Daha sonra cins, it cinsi, məsələn, fəsilə itlər, dəstə bilirik ki, yırtıcılar, daha sonra sinif məməlilər, tip xordallar və alə heyvanlar. Yəni istənilən biz sistematik heyvanlarda sistematik vahidlər deyəndə növ, cins, fəsilə, dəstə, sinif, tip, aləm uşaqlar. Yəni burada bir daha da kənarda qeyd edirəm növ, cins, daha sonra fəsilə, daha sonra dəstə, sinif, tip və aləm. Uşaqlar, biz bilirik ki, 4 böyük aləm var. Onlardan bitkilər, heyvanlar, bakteriyalar və göbələklər aləmi. Onlardan biri də heyvanlar aləmidir. Və ümumiyyətlə uşaqlar, biz heyvanlar aləmini bilirik ki, özü də heyvanlar aləminin özü də 2 yarım aləmə bölünür uşaqlar. Biri var bir hüceyrələr və ya ibtidailər yarım aləmi və çox hüceyrələr və ikinci bir yarım aləmi isə çox hüceyrələr yarım aləmidir. Bugün biz bir hüceyrələr, yəni ibtidailər aləmi haqqında müəyyən məlumata sahib olacağıq uşaqlar. Ümumiyyətlə bir hüceyrələr heyvanlar deyəndə ən birinci həmişə mən qeyd etmək istəyirəm uşaqlar. Tipin, aləmin, yarım aləmin, sinifin xüsusiyyətlərinə həmişə önəm verin. Çünki ən çox düşən suallar bilirsiniz ki, bu istiqamətdə düşür uşaqlar. Və gəlin görək niyə bunlara bir hüceyrəli heyvanlar deyilir uşaqlar. Nədir bunları çox hüceyrələrdən fərqləndirən? Ümumiyyətlə adından göründüyü kimi uşaqlar, bir hüceyrəli heyvanların bədəni bir hüceyrədən ibarətdir. Və əksəriyyəti kiçik ölçülüdür. Adi gözlə çətin görünür qeyd olunduğu kimi. Və bir hüceyrə daxilində bütün həyatı prosesləri gedir uşaqlar. Baxın, bizdə artıq çox hüceyrələrdə biz qeyd edirik ki, artıq bizdə hüceyrələr birləşir toxuma, toxuma birləşir orqan, orqanlar birləşir orqanlar sisteminə, orqanlar sistemi isə orqanizmimizi əmələ gətirir. Və hər bir hüceyrəmiz məsələn, ayrıqda fəaliyyət göstərə bilmir. Onlar birləşərək toxuma və dediyimiz kimi müəyyən qruplar əmələ gətirirlər və birgə fəaliyyət göstərirlər. Ancaq burada bir hüceyrəli yarım aləmin əsas xarakteri xüsusiyyəti odur. Hər bir hüceyrə, istənilən bir hüceyrələr yarım aləminə mənsub olan hüceyrə. Eləcə də məsələn biz Volvoxu keçəcək, koloniyada yaşayan canlı da olsa, onlar da ayrılıqda yaşaya bilər. Ona görə də biz Volvox koloniyasına çox hüceyrəli deyə bilmərik uşaqlar. Çünki hər bir hüceyrə ayrılıqda yaşamaq qabiliyyəti var. Eləcə də bir hüceyrənin hər birində bütün həyati proseslər həyata keçə bilər uşaqlar. Və ən əsas yarım aləmin xarakteri xüsusiyyətlərindən biri də sista halında əlverişsiz mühitə düşdükdə sista halını keçirməsidir. Bilirik ki, bakteriyalarda bu əlverişsiz mühitə düşdükdə spor, bir hüceyrələrdə isə sista əmələ gəlir uşaqlar. Bakteriyada sporu həmişə diqqətlə yadımızda saxlayaq ki, qorumaq, xidmət eləyir, çoxalmağa deyil. Bunu diqqətli fikir verin uşaqlar və eyni zamanda bir hüceyrələr yarım aləmində sista əmələ gəlir ki, o da müəyyən mühit şəraitində, əlverişsiz mühit şəraitində o sista onu qoruyur. Daha sonra bu yarım aləmin nümayəndələri həm sərbəst, həm də parazit həyat tərzi sürən nümayəndələr var. Bəziləri parazitin də qeyd edəcək uşaqlar. Daha sonra bir hüceyrələr yarım aləminin burada bizə 5 tipi verilmişdir uşaqlar. Biz bir 5 tipdən 3 tipi haqqında məlumat alacağıq uşaqlar. Digərləri isə bizə məlumat verilmir. Gəldi yəni birinci sarkomasdikaforlar tipi, daha sonra sporlular tipi, sonra infizorlar tipi, knidosporidilər və
mikrosporidlər tipi. Biz bu 3 tip haqqında dediyimiz kimi məlumat alacağıq. İlkin olaraq uşaqlar gəlir sarkomasikaforlar tipi. Uşaqlar dediyimiz kimi tipin xarakteri xüsusiyyətinə önəm veririk. Uşaqlar əvvəlcədən mən qeyd eləmədim. Ümumiyyətlə uşaqlar biz bilirik ki, bir hüceyrəlilər ən qədim heyvanlar hesab olunurlar. Və bunlar xüsusilə yadımızda saxlayaq ki, biz arxı erasında artıq biz bir hüceyrəli canlılara rast gəlirdik. Bunu qeyd eləyək. Yəni bilirik ki, həyat sudan başlanğıc götürmüşdü və ilkin yaranan tiplərdən biri də məhz sarkomasikaforlar tipi olmuşdur uşaqlar. Sərbəst bu tipin xarakteri xüsusiyyətinə mütləq önəm verək. Demək, sərbəst yaşayan dediyimiz kimi və paraz həyat tərzi keçirən nümayəndələr var uşaqlar. Hərəkət orqanoiduna malikdir, həm yalançı ayaqlara, həm qamçılara malikdir uşaqlar. Və eyni zamanda qeyd olunur. Burada da tarixi inkişafın ən qədim heyvan tiplərindən biri güman olunur. Ən qədim heyvan tipi ümumiyyətlə qeyd olunur bu tip. Daha sonra bu tipin 2 sinifi var uşaqlar. Sarkodinlər və qamçılar sinifi. Və bu siniflərin gəlin xarakteri xüsusiyyətinə qayıdaq uşaqlar. Ən birinci isə biz sarkodinlər sinifi haqqında məlumat əldə edəcəyik. Uşaqlar, çox xahiş edirəm. Biz bunun sistemləşdirəndə sistematik vahidlərini, ümumiyyətlə hər birinin tipin, sinifin adını çox önəm verin, nümayəndənin adına. Yəni bunları qayda ilə oxumağa, dərk eləməyə çalışın ki, sonra sizə suallarda çətinlik törətməsin. Məsələn, biz uşaqlara foronimiferlər dedikdə çox çaşmasın, yəni uşaqlar. Ona görə də bəri başdan çox önəmli, diqqətlə oxumağa çalışın və dərk edin, inşallah bunun öhdəsindən gələrsiniz. Gəldiyin birinci uşaqlar, sarkodinlər sinifi. Uşaqlar, nümayəndələrinə ilkin olaraq baxaq, adiyə möb, dizenteriya möb, hansı ki bizim öyrəndiyimiz adiyə möb və dizenteriya möbdür ən geniş və ağız möbü, foraminiferlər, radiolarla və günəş kümləri. Bu üç hansı ki bunlarda bu üç nümayəndələr var ki, bunlar eyni zamanda kirət çanağa da malikdirlər uşaqlar. Bunu da biz irəliləyən dərsimizin izahatında qeyd edəcəyik. Daha sonra gəldik adiyə möb. Adiyə möbün həyat tərzi və quruluşu uşaqlar. Durğun şirin suların dibində sərbəst həyat tərzi sürür. Parazit deyil uşaqlar. Diqqətli fikir verin. Yalançı ayaqlara malikdir. Biz bilirik ki, yalançı ayaq sözünü biz leykositə qeyd edirik eyni zamanda və bizim qan hüceyrəmizdə də bu quruluşa malikdir adiyə möb kimi. Heyvan hüceyrəsidir. Bilirik ki, plazmatik membran var və plazmatik membran uşaqlar çox bilirik ki, sərt deyil və bunun sərbəst ayaqların hərəkəti, məsələn, bitki hüceyrəsində bilirik ki, hüceyrə divarı malikdir və hüceyrə divarı bitkinin hüceyrəsini uşaqlar sərt və dəyişməz edir. Ancaq burada amə möbün adi möbdə plazmatik membran üzərini nazik membran qatı örtür və bu membran bunun hərəkətini məhdudlaşdırmır uşaqlar. Və adi yalançı ayaqların köməyi ilə həm hərəkətin təmin edir və eyni zamanda qidanın tutulmasında da fəal iştirak edir. Və daimi dəyişən formasının ölçüsü 0.2-0.5 mm-dir. Rəngsizdir, həlməşi kütləyə malikdir. Sabit bədən forması deyil. Elə məhz adı da buradan götürmüşdür uşaqlar. Amöb sözünün mənası dəyişkən deməkdir. Çox xahiş edirəm, eyni zamanda da şəkillərə çox önəm verin uşaqlar. Baxdığımız kimi burada yığılıb açılan vakul nüvəsi qeyd olunub, həzm vakulu qeyd olunub uşaqlar, yalançı ayaqlar, hüceyrə membranı qeyd olunub uşaqlar. Bayaq dediyimiz kimi bədən üzərini hüceyrə membranı örtüb və yalançı ayaqlar da burada qeyd olunub uşaqlar. Gəldik qidalanması, bayaq da qeyd elədik ki uşaqlar, bunlar yalançı ayaqların vasitəsilə həm hərəkət edir, eyni zamanda fagositos yolla qidalanır. Biz bilirik ki, fagositos sözünü biz eyni zamanda Meslikov tərəfindən kəşf olunub və bu prosesi biz leykositlərdə də qeyd edəcəyik uşaqlar. Demək, fagositos hansı ki bu necə baş verən bir prosesdir uşaqlar. Yalançı ayaqlar gördüyünüz kimi uşaqlar qidanın ətrafında yalançı ayaqlar uzanmağa başlayır. Sanki bax belə bir qeyd edeyim uşaqlar. Baxın, bu qidadır. Tutaq ki qidadır uşaqlar. Fikir verirsə yalançı ayaqlar bunu əhatəyə alır və daha sonra bu yalançı ayaqlar bitişir və bunun ətrafında uşaqlar həzm vakulu əmələ gəlir. Və həzm vakulu həzm olunduqdan sonra qida bədənin istənilən yerindən, hansı ki həzm olunduğu qalıq qidalar var uşaqlar, həzm olunmayan qida qalıqları isə bədənin istənilən bir yerindən xaricə açılma qabiliyyəti var uşaqlar. Daha sonra tənəffüs. Hələ biz bunlarda tənəffüs orqanı qeyd eləməyəcəyik uşaqlar. Ona görə də bunların suda yaşadığına görə aerob mühitdə yaşayır və bütün bədən səthi ilə özünə ehtiyacı olan oksigeni, suda həll olmuş oksigeni əldə edir uşaqlar. İfrazatı. İfrazatı bədəndə yığılıb açılan vakul var uşaqlar və ya digər adı ifrazat qovuqçuda qeyd edə bilərsiniz.
Və bu ifrazat qovluqçuğu bədəndəki lazımsız vasitələri bədəndən xaric edir və həm də osmotik təzyiqi biz nə edirik? Tənzimləyir deyirik uşaqlar. Daha sonra qıcıqlanma qabiliyyəti. Baxın, hələ amöbdə biz artıq bir yadımıza saxlayaq ki, biz bir hüceyrələrdə yalnız qıcıqlanma deyirik buna uşaqlar. Və taksis adlandırırıq biz bunu. Ancaq biz bilirik ki, çox hüceyrələrdə artıq refleks anlayışına biz keçəcəyik uşaqlar. Xüsusilə bu ilk dəfə yaranır bağırsaq boşluqlarda. Bilirsiniz ki, bağırsaq boşluqlarda primitiv 3 hissədən ibarət olur. Daha sonra isə mürəkkəbləşmiş refleks qövs əmələ gəlir və orada 5 hissədən ibarət olur. Və ilkin olaraq biz bunlarda qıcıqlanma deyirik. Nəyə qıcıqlanır bunlar uşaqlar? Qıcıqlanma qabiliyyəti ümumiyyətlə nədir? Məsələn, qidaya, temperatura, işığa, kimyəvi təsirə qarşı cavab vermə qabiliyyəti var. Məsələn, o hər hansı bir qida olur, ona doğru hərəkət eləyir. Daha sonra tutaq ki, uşaqlar, duz kristalları, əgər diqqətli olun da baxın, sizə testimizdə də qeyd olunur uşaqlar. Əgər şirin su amöbüdürsə, uşaqlar, o duz kristalları, əgər bir suya, amöb olan suya biz duz kristalları əlavə eləsək, baxın diqqətli olun, şirin su amöbü olsa və bu həmən amöb duz kristalları olan yerdən qaçar uşaqlar. Əgər biz dəniz amöbünü gətirib və duz kristalları oraya əlavə edəsək, bilirsiniz ki, dəniz suyu duzludur və ona görə də həmən o amöb həmən duzlu suya doğru hərəkət edəcək uşaqlar. Bu da onlarda qıcığa cavab, ümumiyyətlə əgər bir qıcığa cavab vermə bütün bədən bilirik ki, hüceyrəsi də bədən hissəsi tərəfindən baş verirsə, bütövlükdə orqanizm tərəfindən baş verirsə, bu nə adlanırdı uşaqlar? Taksis adlanırdı. Və bir də var idi uşaqlar, qıcığa cavab vermə tropizm. Əgər bədənin müəyyən bir hissəsi o qıcığa cavab verirsə, bu tropizm adlanır. Və gəldik sistalaşma qabiliyyəti. Sistalaşma bilirik ki, əlverişsiz mühitə düşdükdə, əlverişsiz mühitdə bunlar nə olar? Nə baş verə bilər? Bilirik ki, bunlar suda yaşayır. Əgər su donarsa və yaxud da ki, su hövzəsində quruma hadisəsi baş verərsə, amöb özünü müdafiə edir. Sistalaşmağa başlayır uşaqlar. Sistalaşma nədir? Təbii ki, amöb bu zaman onun qidalanması dayanır, bədən girdələşir, sitoplazmadan ifraz olunan xüsusi maddənin təsirindən üzərində xüsusi bir qabıq qatı əmələ gəlir. Və bu qabıq qatı onu sistem mərhələsində əmələ gətirir və bu sistem mərhələsində uşaqlar bu uzun müddət həmən bu əlverişsiz mühiti keçirib gözləyə bilər. Və gördük ki, şərait yaxşılaşdı, görməsə də su yandı, məsələn şirin suda yaşadıq, şirin suda su oldu və o qılafdan, həmən o sistadan çıxır və yenidən öz həyat fəaliyyətini davam elətdirir. Və amöbün çoxalması 2-yə bölünmə yolu ilə çoxalır uşaqlar. Mitoz bölünmə, bir də qeyd edək uşaqlar, qeyri-cinsi yalnız çoxalır. Amöbdə biz cinsi çoxalma sözünü demirik və bədənin istənilən yerindən, diqqətli qulaq asın uşaqlar, bədənin istənilən yerindən bölünməklə mitoz bölünmə yolu ilə çoxalır. Və bayaq da qeyd elədik ki, eyni zamanda sərbəst yaşayan sarkodinlər arasında kirət sınağı olan nümayəndələr də vardır ki, bunlardan da foraminiferlər və radiolarləri qeyd etmək olar uşaqlar. Yəni bu, biz belə deyək də, bunların da bəzi testlərimizdə qarşımıza çıxacaq. Və burada da hansı ki, bir hüceyrə canlı haqqında məlumat verilir ki, məsələn, biz deyirik ki, bir hüceyrələr məsələn, ancaq mikroskop altında görünür, ancaq deyir 2011-ci ildə Marian çökəkliyində 10.641 metr dərinliyində ksenofilifora adlanan nəhəng bir hüceyrəli canlı foraminiferlərə aid canlı tapılmışdır ki, bu bir hüceyrəli canlı diametri 10 cm çatır və çoxsaylı onun bədənində çoxsaylı nüvələrə malik olmuşdur uşaqlar. Eyni zamanda gəldik bir hüceyrəlilərin hansı ki sarkomastikaforlar tipinin sarkodinlər sinifinə aid olan parazit həyat tərzi sürən dizenteriya əməbi uşaqlar. Ölçüsü 20-30 mikrometrə olur uşaqlar. Təbii ki, mikroskopik quruluşa malikdir və yalancı ayaqların çox kiçik və sistanın 4 nüvəli olmasına görə adi əməbdən fərqlənir uşaqlar. Bunların sistası 4 nüvəlidir. Gəlin görək ümumiyyətlə bu necə baş verən bu prosesdir. Yaşayır insanın yoğun bağırsağıdır uşaqlar. Təbii ki, orada parazit deyilir. Xarici mühitdə 4 nüvəli sista olur. Əvvəlcə biz bilək ki, uşaqlar, sistalar əsasən milçəklər vasitəsilə yayılır. Bilirik ki, milçəklər hər hansı bir xəstənin nəzisinin üzərində durur, nəzisindən müxtəlif əşyalar daha sonra qonur. Məsələn, bizim qidalara qonur, bilirik ki.
Və mən həmişə uşaqlara danışıram, uşaqlara qeyd edirəm ki, ona görə də mütləq qidaların üzəri örtülməlidir, açıqda qida qalmamalıdır. Yəni bir dəfə heç olmasa mütləq bu həqiqətən milçəklər bir dəfə mütləq bir gün ərzində mütləq müəyyən bir nəcis üzərinə qonur və orada xəstə nəcis, əgər bu sistalar varsa həmən burada və bu sistalar onun ayağına yapışır və o da gəlib bizim qidaların üzərinə qonduqda və bu qidaların üzərində sista artıq orada düşür və biz onu yenidən həzm sistemimizə ötürürük uşaqlar. Və insan həzm sisteminə düşən sista başlayır orada müəyyən fermentlərin fəaliyyəti nəticəsində əriməyə və hər bir nüvə, uşaqlar 4 nüvəli idi, qeyd elədik, hər bir nüvə özü 2-yə bölünür. Və beləliklə də bir sistada 8 dənə hər bir nüvə 2-yə bölündüyünə görə 8 dənə amöb yarar uşaqlar. Və onlar da bağırsaqda, bağırsağın seyli qişəsi ilə qidalanırlar uşaqlar. Və burada başlayırlar yenə intensiv çoxalmağa və burada üzr istəyirəm uşaqlar, qan kapilyalarını zədələyir, qan axmaları baş verir və daha sonra isə dizenteriya bağırsağın aşağı şöbəsinə keçir, 4 nüvəli sista vəziyyətində bədəndən xaric olur uşaqlar. Demək bizə daxil oldu 4 nüvəli sista və xaric oldu 4 nüvəli sista mərhələsində. Və insanda törətdiyi xəstəlik amöbioz xəstəliyidir uşaqlar və bu xəstəlik qanlı isxal xəstəliyi törədir. Çox ağır xəstəliklərdən də biridir. Və gəldik bir hüceyrələrin ümumiyyətlə törətdiyi xəstəliklərə uşaqlar protozoozlar deyilir. Yəni bunlar da bizim suallarda qeyd olunur. Daha sonra dedik ki, sarkomastika formular tipinin 2 sinifini biz qeyd elədik uşaqlar. Bir dedik sarkodinlər sinifi, bir də qamçıllar sinifi. Sarkodinlərdən öyrəndik nümayəndə olaraq biz bir öyrəndik adi amöbü, bir də öyrəndik dizenteriya amöbünü. Və gəldik qamçıllar sinifinin nümayəndələrinə uşaqlar. Yaşlı evgilinə, Volvox, Leishmania, Trypanosome və Lambdanı qeyd edəcək uşaqlar. Bir şey də qeyd edək ki, bunların da həm sərbəst, həm də parazit tərzi sürən nümayəndələri vardır uşaqlar. İlkin olaraq yaşlı evgilinə haqqında məlumat alaq. Demək, durğun şirin su hövzələrində, gölməçələrdə sərbəst həyat tərzi sürür uşaqlar. Bədəni uzun sovdur. Baxın, gəlin şəkillə diqqətlə baxaq. Bədəni uzun sov formadadır uşaqlar. Öndən küt, arxadan isə sivri formadadır uşaqlar. Bunların ilk dəfə biz qeyd edəcəyik ki, artıq qamçılar sinifində sabit bədən forması yarandı uşaqlar. Biz amöbdə yadınızdasa biz bayaq dedik dəyişkəndir amöbün. Plazmatik membran var və bədənin istənilən yerindən yanıcı ayaqlar yaranır. Ancaq bunda xeyr. Sabit bədən forması var. Bədənin ön hissəsində bir ədəd qamçısı var. Və bədənin ön hissəsində diqqətlə qulaq asın uşaqlar. Qırmızı gözcüyü var. Qırmızı gözcüyün yanında yenə bədənin ön hissəsində ifrazat vakolu var. Və bədəndə 20-25 ədəd xromatoforu var uşaqlar. Və biz indi qidalanmasında da bu xromatoforun əhəmiyyətini qeyd edəcəyik. Uşaqlar şəkildə də biraz diqqətlə fikir verək. Arxa tərəfində gördüyünüz kimi iri bir dənə nüvəsi var uşaqlar. Eyni zamanda ehtiyat qida maddələri içərisində var. İfrazat qovluqçuluğuna malikdir, bayaq qeyd elədik. İşığa həssas gözcüyü var, xromatoforları qeyd olunub. Yəni şəklə də həmişə baxarkən diqqətlə baxın, çünki şəkillərdən də bizə suallar qarşımıza çıxır və onu da inşallah ötəsindən layiqincə gələrsiniz. Daha sonra qidalanması, bilirik ki, işıqda avtotrof, qaranlıqda isə heterotrof qidalanır. Belə qidalanmaya biz miksatrof qidalanma qeyd edirik uşaqlar. Tənəffüsü dediyimiz kimi bunlar da hələ bir hüceyrələrdə xüsusi tənəffüs orqanı əmələ gəlməyib. Suda yaşadığına görə suda həll olmuş oksigenlə tənəffüs edir. Uşaqlar ifrazatı bayaq qeyd elədik ki, bədənin ön hissəsində ifrazat vakolu var ki, bu bədəndə artıq suyu və lazımsız maddələri bədəndən xaric eləmək qabiliyyəti var. Daha sonra qıcıqlanma. Necə ki biz adi amöbdə dedik, eyni zamanda yaşlı evgiləndə də qıcıqlanma var. Necə qıcıqlanır? Məsələn, biz bildik ki, bunlarda qırmızı gözcük var uşaqlar. Və bu qırmızı gözcüyün adını həmişə biz qeyd edərkən deyirik işığa həssas qırmızı gözcük. Niyə deyirik bunu? Çünki bilirik ki, aydın məsələdir. Bu xromatoforun malikdirsə bu xromatoforun tərkibindəki xlorofil pigmentində fotosintez prosesi həyata keçirə bilər və ona görə bu işığı tapmalıdır. Məhz bu işığı tapması bunda qıcıqlanma qabiliyyətinə malik olduğunu da qeyd edir uşaqlar. Eyni zamanda sistalaşma qabiliyyəti. Sistalaşma bayaq dedik ki, ümumiyyətlə bir hüceyrələr yarım aləminin əsas xarakteri xüsusiyyətlərindən biri olaraq məhz bunlarda da baş verir. Əlverişsiz mühitdə olduqda demək qamçılarını itirir
və xaricdən qoruyucu bir örtüklə örtülür və həmin əlverişsiz mühitə keçirir. Çoxalması uşaqlar. Adi amöbdən fərqli olaraq uşaqlar diqqətlə fikir verin. Bunlarda bədən uzunluğuna bölünür uşaqlar. Tutaq ki, baxın bu bizim yaşlı evləniyadırsa uşaqlar. Bir ədəd gördüyünüz kimi qamçısı var və bu başlayır bölünməyə. Bax, buradan sanki bölünür. Bölünərkən uşaqlar, baxın, buradan bölünür, yeni bir evgilina başlanğıc verir də və bu zaman deyir, məsələn, belə bir sual düşə bilər ki, nə zaman yaşlı evgiliyə də iki qamçı görmək mümkündür uşaqlar? Yalnız bölünmə zamanı biz bunu müşahidə edə bilərik. Və bu yaşlı evgilinanın daha sonra isə hər biri yenidən, baxın, uzunluğa istiqamətdə fikir verirsiniz uşaqlar. Çox xahiş edirəm, buna diqqətlə fikir ver. Amöb istənilən yerindən ancaq bu uzunluğa istiqamətdə bölünür və bir dənəsindən iki dənə yeni yaşlı evgilina formalaşır uşaqlar. Daha sonra dedik ki, bunlarda bu qədər. Mənə gəl ki, burada hər bir şey qeyd elədik və gəldik Volvox. Uşaqlar, biz nə dedik? Volvox hansı ki, qamçılar sinfinin koloniya halında yaşayan nümayəndəsidir uşaqlar. Şirin sularda yaşayır. Koloniyada bilirik ki, koloniyada hüceyrələr bir-birlə sitoplazmatik körpücüklər vasitəsilə. Baxın uşaqlar, çox xahiş edirəm, bax burada biraz dəqiq düşməyib, buna fikir verin. Elə bilin ki, sanki uşaqlar, bax hər bir hüceyrə, bilirsiniz ki, bunun hüceyrəsi biraz armuda bənzəyir. Hüceyrələrə malikdir və bu hər bir hüceyrə bir-birilə məhz bax bu sitoplazmatik körpücüklər vasitəsilə bir-biri ilə əlaqəyə girir uşaqlar. Ancaq yadımızda da onu saxlayaq ki, hər bir hüceyrə ayrı-ayrıqda yaşamaq qabiliyyəti var və koloniyada minə qədər uşaqlar, minə qədər armud şəkilli hüceyrələr olur. Və bu koloniyanın ümumiyyətlə diametri 1 mm-ə qədər çatır və ümumiyyətlə bunun özü sanki bir kisəyə oxşuyur, kürəyəcəyə oxşuyur və bu kürəciyin içərisində daş olar. Məsələn, kənarında Volvox hüceyrələri gördüyünüz kimi toplaşır. Amma içərisində isə həlməşik maddə var uşaqlar. Hər bir ümumiyyətlə Volvox demək armuda bənzər hər bir hüceyrəsinin uşaqlar yadımıza saxlayaq ki, özünün iki dənə qamçısı var uşaqlar. Bir ədəd qırmızı gözcüyü var, burada qeyd olunubdur qırmızı gözcük. Daha sonra dedik ki, xromatofor var bir ədəd. Baxın, xromatofor var. Bir ədəd xromatofor var uşaqlar. Bu xromatoforda da bu xlorofil pigmenti var və ona görə də fotosintez eləyir. Və bundan başqa uşaqlar, bunlar birlikdə fəaliyyət göstərilir. Birlikdə qamçıların sayəsində qamçılar hərəkət edir və bunu Volvox koloniyasını sanki diyirlənərək hərəkət edir və öyle Volvox sözünün mənası da elə diyirlənən deməkdir uşaqlar. Və qidalanması və tənəffüsü, təbii ki, tənəffüsü bütün belə səthlidir. Qidalanması da dediyimiz kimi işıqda avtotrof, qaranlıqda isə heterotrof qidalanır. Bu da miksotrof qidalanmaya bir misaldır uşaqlar. Çoxalması necə olur? Demək, əlverişli şəraitdə qeyri-cinsi çoxalır. Hansı koloniyanın hansı ki daxilinə çökmüş iri hüceyrələrin bölünməsi nəticəsində yeni koloniyalar əmələ gəlir. Daha sonra fikir verin, ana koloniya dağılır. Bax, bu gördüyünüz ana koloniya, bu qız koloniyaların hər biri yenidən bir Volvox koloniyasına başlanğıc verir uşaqlar. Gəldik bir hüceyrələr yarım aləmində sarkomastikaforlar tipinin sarkodilər sinfinə aid olan parazit qamçılar sinfinə aid olan parazit nümayəndələr. Qamçılar sinfinə dedik, sərbəst həyat tərzü sürən yaşlı evgilina və Volvoxu misal göstərdiyi uşaqlar. Qamçılar sinfinin digər 3 parazit nümayəndələri isə leishmaniya, tirpanosom və liambliyadır uşaqlar. Ümumiyyətlə, leishmaniyanın bir qamçılı və qamçısız formaları var. Buna da çox xahiş edirəm. Diqqətlə baxın, bəzən bu suallarda düşür. Keçirciləri mığmığılardır uşaqlar. Dəri leishmaniozunda demək, dişlər yerlərində əvvəlcə, hansı ki heyvanlar mığmığaların dişlədiyi yerlərdə müəyyən əvvəlcə düyünlər əmələ gəlir. Sonra bu düyünlər çətin sağalmaz yaralara əmələ gətirir ki, bu xəstəliyin adı il yarası adlanır uşaqlar. Bəzən leishmaniozun, hansı ki bunların leishmaniyanın törətdiyi leishmanioz xəstəliyinin viseral forması da müşahidə olunur, yəni daxilə forması da keçir və bu da yüksək temperaturla müşahidə olunur. Hətta qaraciyər və dalağı da zədələyir uşaqlar, buna da fikir verin. Və xəstəlik müalicə olunmasa təbii ki, ölümlə nəticələnə bilər uşaqlar. Daha sonra tirpanosom. Tirpanosom uşaqlar, bu bir qamçılıdır. Baxın, leishmaniya biz nə dedik? Bir qamçılı və qamçısız. Ancaq tirpanosom bir qamçılıdır. Parazit demək,
qan vasitəsilə gəlir insanın baş beyninə və omurğa beyninə daxil olur və burada yuxu xəstəliyini törədir uşaqlar. Və bunların da keçicilər sesə, milçəkdir. Baxın, leishmaniya biz nə dedik? Mığmığa. Eləmi uşaqlar? Mığmığa. Ancaq bunda nə deyirik uşaqlar? Bunda deyirik sesə milçəyi. Sesə milçəyi. Və uşaqlar buna da çox xahiş edirəm, bunlara da diqqətlə fikir verin, çünki suallarımızda qarşımıza çıxacaq. Və əsasən xəstəlik Afrikada geniş yayılmışdır uşaqlar. Tropik zonalarında bu xəstəlik geniş yayılmışdır. Və bundan başqa uşaqlar gəldik Liambliya xəstəliyinə. Liambliya parazitinə üzr istəyirəm. Və bu necə canlıdır uşaqlar? Bu 4 cüt qamçıya malikdir. Yəni 8 ədəd qamçı. Baxın, uşaqlar bəzən çaşır. 8 ədəd qamçıya və solucu diska malikdir. Yaşır insanın nazik bağırsağında, bəzən də hətta ötkü hissəsində də parazit deyilir uşaqlar bu qurd. Üzrdən qurd deyirəm, bircəyəl, o qədər qurd demişik inşallah. Bircəyəl canlıdır bu dediyimiz kimi. Və daha sonra törətdiyi xəstəlik Liambliyoz xəstəliyidir uşaqlar. Bu daha çox uşaqlarda yoluxur, uşaqlarda rast gəlinir uşaqlar və yoğun bağırsaqdan deyir, keçdikdən sonra sistaya çevrilir və nədislə bədəndən xaric olunur uşaqlar. Bundan da müxtəlif yollar var. Liambliya xəstəliyinə yoluxmanda müxtəlif yollar var uşaqlar. Biz məsələn bəzi çirkli su mənbələri ən çox xüsusilə bu xəstəliyin yayılmasına səbəb olur. Və baxın burada daha sonra biz gəldik uşaqlar, bizi deyək uşaqlar.